Salam uşaqlar, bugün OTK-nın keçirdiyi sınaq və izahına baxacaq. Hər kəsə uğurlar. Birinci sualda AD tənböləndi, AB-nin AC-yə nisbəti 2-nin 3-ə nisbətdə. O zaman AB-yə 2K, BC-yə də 3K deyəcək və DC-nin uzunluğunu bizə soruşur. DC X-dir, BD-nin uzunluğunu 6 verir. Tənbölənin xassəsinə görə 2K-nın 6-ya nisbəti, 3K-nın DC-yə nisbəti, X-ə nisbəti. K-lar ixtisar getsə çarpaz vursaq 2X 18-ə, X da 9-a bərabər olur. Doğru cavab C. Radiusu 5 olan kürənin səthinin sahəsini tapın. 4 pi r kvadratı düsturudur. Bəli, 4 vur, pi vur. Radius 5-də kvadratı 25, 100 pi. E variantı. Bu ifadə kosinus X plus 1-in mötərizə kvadratıdır. Buradan alarım kosinus X plus 1 bərabərdir 0-a, kosinus X də bərabərdir -1-ə, X də pi plus 2 pi k. Doğru cavab A variantı. Dənli sistemindən x, y hasilini tapın. Buradan x ortaq vuruq çıxarsaq 2x plus y bərabər olar 2-yə, 2x plus y 1-dirsə, x-in qiyməti 2-dir. X-in qiyməti 2-dirsə, burada 4 eləyir. 4 plus y bərabərdir 1-ə, y də bərabərdir -3-ə. x2, y -3, x-y hasilini soruşur bizdən. x-y hasili -6. Doğru cavab D. Kompleks ədədlərin hasilini soruşur. 5 minus i-nin 3 plus i-yə hasili. 5 üçün 15, 5-i i-yə vururam 5i. Mənfi-ni 3-ə vuranda -3i, mənfi-ni i-yə vuranda -i kvadrat. Bu -1 olduğu üçün toplanır 16. 5i-dən 3i-ni çıxanda da 2i. 16 plus 2i. Doğru cavab A variantı olacaq. Bərabərsizliyə deyən natural ədədlərin cəmini tapın. Burada 4x çıxılsın 6, 3x çıxılsın 2. Bunu sola keçirsəm x kiçik bərabər olar 4-dən. 4-dən kiçik bərabər olanlar 1, 2, 3, 4-dür. Bunların da cəmi 10 edir. Növbəti sualda cəmi 1 hasili -2 eləyən ədədlər vurğularını ayırsam, cəmi 1 hasili -2 eləyən ədədlər 2 -1-dir. Surət x minus 2, x plus 1-dir. Məxrəc kvadratlar fərqi x minus 2, x plus 2-dir. Surətdən x-i çıxarsaq x plus 2, məxrəcdə x minus 1, x plus 1. Burada deməli x plus 2-lər ixtisara, x minus 2-lər ixtisara gedər. Bu x plus 1-lə bu x plus 1 gedər. Surətdə x, məxrəcdə x minus 1. Doğru cavab C. Sonsuzlanan həndəs hissənin S-i könü verib B1 soruşur. S-in düsturu var idi. B1 bölünsün 1 minus 2, 3-də 1. B1-i tapsam 15-i 3-də 2-yə vurmalı. Bu da 10 verəcək. İfadəsinin qiymətini tapın. Bu 64 böl 10-dur. Bu da 4 böl 10-dur. 64-dən kök 8 çıxar, 10-dan kök çıxmaz. 4-dən kök 2 çıxar, 10-dan kök çıxmaz. Bu da 10 böl kök 10. İrrasionaldan azad eləmək üçün kök 10-a vursaq və yaxud bunu kök 10-un kvadratı yazsaq 1 ixtisar gedər. Doğru cavab kök 10. 2 müstəvi 60 dərəcə bucaq altında kəsişir. 2 müstəvi bu olsa 60 dərəcə bucaq altında kəsişir. Bu müstəvilərin birinin üzərində olan A nöqtəsi digər müstəvidən 6 sm məsafədədir. Bu məsafə 6-dır. A nöqtəsindən kəsişmə xəttinə qədər olan məsafəni soruşur. 60 dərəcə bucaq qarşısından katet, o biri katetin kökçüsü olduğu üçün bura 2 kök 3 olar. 2 kök 3-ə vuranda bu olsun. Burada 30 dərəcədir. 30-un qarşısından katet, hipotenuzun yarısıdır. Burada 4 kök 3-dür. Bu nöqtədə müstəvilərin kəsişmə xəttinə qədər olan məsafə 4 kök 3. Y variantıdır. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. B çoxluğunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A kəsişmə B-ni soruşur. 2 rəqəmli cüt ədədlər deyirsə, çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər 10-dan başlayır. 10 cüt ədədlər 98-ə qədər gedir. 6-ya bölünən 2 rəqəmli ədədlər. Ümumiyyətcə 6-ya bölünən 2 ədədlər onsuz cüt ədədlərdir. Biz 98-ə qədər 6-ya bölünən ədədləri tapacaq. 9-u 6-ya bölsəm 1 dəfə çıxılsın 6, 38-i bölsəm 6 dəfə 36. 98-ə qədər 6-ya bölünən 16 ədəd var ki, bunlardan biri 6-nın özü.
tek bir rəqəmlidir. Ona görə onu çıxsaq 15-dən. Sinüs 60 kosinüs 30, tangents 60 kotangents 30 deyir. Sinüs 60 ilə kosinüs 30-un qiymətləri eynidir. Kök 3 bölü 2-dir. Surət olur kök 3. Tangents 60-ın qiyməti kök altında 3-dür. Kotangents 30 da kök 3-dür. Bu da 1 bölü 2. Doğru cavab C. 15% 60 olan ədəd tapın. 15% 60-dırsa 100% x-dir deyərəm. Bunun 4 misli cavab 400. 210 ədədin sadə vurgularının sayını tapın. 210-u 2-yə ixtisar aparsam 105 dəfə, 3-yə ixtisar aparsam 35 dəfə, 5-ə 7 dəfə, 7-yə 1 dəfə. Sadə vurguları 2, 3, 5, 7-dir ki, bunların da cəmi 17 edir. Doğru cavab 17. Loqaritm 2 hissəsindən 7, 7 hissəsindən 15, 15 hissəsindən 8. Demişdik ki, burada kəsr xəttləri var. Bu 7-lər ixtisar, bu 15-lər ixtisar. Qalır bəli, loqaritm 2 hissəsindən 8. Bu da bizə 3 verir. Doğru cavab 3 olar. 2 üçbucağın oxşarlığını verib bizə ABC üçbucağı MNK üçbucağına oxşardır. AB 10, MN 2, NK 5, NK 6 olarsa ABC üçbucağının perimetrini tapın. Deməli, AB MN. Bu figurun perimetri tapsam, bu figurun perimetri 2, 5, 6'nın cəmidir. Yəni burada 7, 6, 13 olur. Və bu figurun perimetrinin 13 olduğunu biləndən sonra bu figurun uyğun tərəfi 5 dəfə böyümüş olur. Onda bu figurun perimetri 13-dürsə, bunun perimetri 5 dəfə böyüyər. 13 vur 5, 65 olur. 47-ci sualda BD parçası ABC üçbucağında, CM parçası isə BCD üçbucağının medianıdır. ABC üçbucağının sahəsini bizə verib 180, MBC, MBC. Median olduğu üçün bu sahə 90, bu sahə 90 olar. Bu çəkilən CM də hansı üçbucağın MBC, daha doğrusu BCD üçbucağının medianıdır. BCD üçbucağının medianıdırsa, onda bu sahələr yarıya bölünməlidir. Bəli, burada 45, burada 45 olacaq. Bizdən soruşur MBC-nin sahəsi 45. Doğru cavab 45 olacaq. Burada x kvadratı çıxılsın 5x, 64-də 1, 2 üstü -6-dır. -6-ya bərabər olmalı. X kvadrat minus 5x plus 6 bərabərdir 0-a. Cəm 5 hasil 6 eləyən ədədlər 2 və 3-dür. Böyük kökünü soruşduğu üçün 3 olacaq. Qutuda rəngli qələm var. Təsadüfən seçmiş 2 qələmin eyni rəngli olması hadisəsinin ehtimalını tapın. Birincisi, bu hadisənin ehtimalını tapmaq üçün əvvəlcə mümkün hal sayı neçə kürə var? 7, 12. Kombinizon 12-dən 2-yə. Seçilmiş hər ikisi deyək ki, olsun sarı. Kombinizon 4-dən 2-yə. Və yaxud hər ikisi qara. Kombinizon 13-dən 2-yə. Kombinizon 3-dən 2-yə. Hər ikisi yaşıl. Kombinizon 12-dən 2-yə. Kombinizon 5-dən 2-yə. Bunların qiymətlərini hesablayaq. 12-dən 2-yə ümumiyyətcə 12 vur 11, 12 vur 11 bölü 2-dir, 66 eləyir. 4-dən 2-yə 4 vur 3 bölü 2, 6 eləyir. 12-dən 2-yə yenə 66 eləyir. 3-dən 2, 3-dür. 5-dən 2, 10-dur. Bu da 66-dır. Və bunları cəmləsək 66-da 19. Doğru cavab 66-da 19 olacaq. Növbəti sualda funksiyasının qrafikinə əsasən F4-ü tapın. Bu funksiyanın qrafiki fx bərabərdir ax kvadrat plus bx plus c-dir. C görünür ki 5-dir. Deməli fx bərabərdir ax kvadratı plus bx plus c-nin yerinə 5 yazıram. Təpə nöqtənin apsisini 1, ordinatını isə 4 verib. Yəni mənfi b bölünsün 2a 1-dir. Onda b mənfi 2a deyərəm. N'in qiyməti isə 4 vurulsun a, c, c'nin də qiyməti 5-dir. Çıxılsın b kvadratı, b mənfi 2a'dır, kvadratı 4a kvadratı, bölünsün 4a. Bu da 4'dür, şərtdə verib. 4a'ları aparsam ixtisar, 5 minus 4a bərabər olar 4'ə, a bərabər olar 4'də 1'ə.
Burada uşaqlar 4x çarpardığım için bu olmamalıydı. Burada səhvlik olub. A-nın qiyməti 1 olur. A-nın qiymətinin 1 olduğunu nəzərə alsam, onda verilmiş funksiya fx b-də neçə olacaq? B-ni də şərtdə tapmışdıq. -2a, -2. Onda bizim funksiyamız fx bərabərdir a. A 1 olduğu üçün x kvadratı, b -2'dir. -2x plus 5'dir. Bizden soruşur burada f4 tapın. 4'ün kvadratı 16 çıxılsın 2 bölü 4 8 üstündə 5 gəlir. Bu da doğru cavab olaraq 13'ü verəcək. Növbəti sualda çevrədə A nöqtəsinin uzunluğu 16-12 olan iki qarşıq perpendikulär iki vətər çəkilmişdir. Çevrənin uzunluğunu tapın. Bu diametr olacaq. Çünki çevrə daxil çəkilmiş uçağın bir tərəf mərkəzdən keçirsə bu düzbucaqlı uçaqdır. Bura 16, bura 12 isə Pifagora görə bura 20. Çevrənin uzunluğu da pi d desəm, yəni 20 pi olar. Doğru cavab 20 pi. Çənin altta 5 hissəsi su ilə doldu. Çəndəki suyun 5də 1 hissəsi işləndikdən sonra 80 litr su qalırsa, çənin altta 5 hissəsi su ilə dolusa, çənin ümumi tutumuna 6x desəm, 6'da 5 hissəsi, yəni 5x-i doludur. Çəndəki suyun 5də 1 hissəsi işləndikdən sonra qalır 5də 4'ü. 5x-in 5də 4'ü 80 litrdir. Bu ixtisar gəlsə 4x bərabərdir 80'ə, x bərabərdir 20'yə alaram. Çənin tutumu 6x olduğu üçün 6'ını da 20'yə vursam 120. Doğru cavab 120 olacaq. 54. Durğun suda sürəti 50 km/saat olan motorlu qayıq çayın axını ilə 3 saata getdiyi yolu axına qarşı 4 saata getdiyi yoldan 8 km azdır. Çayın axma sürətini tapın. Çayın axma sürətini x desəm, deməli deyir, çayın axını ilə 3 saata getdiyi yol. 3 vurulsun 50 plus x sürətlər toplanır. 4 saatda getdiyi yol, axına qarşı 4 saata getdiyi yoldan 4 vurulsun 50 minus x 8 km azdır. Bu azdır, bu çoxdur uşaqlar. İndi şərtdə deyir, bu azdırsa, bu çoxdursa, bu azın üzərinə həmin o 8'i gəlsən, buna bərabər olar. 150 plus 3x plus 8 bərabərdir 200 çıxılsın 4x. Sola keçsə 7x. Bu 158, 200'den 158 çıxanda 42, x bərabər olar 6. Doğru cavab 6 olacaq. 54. sualda oturacağın diagonalı AC bərabər 4/2 yan tili olan düzgün dörtbucaq piramidin həcmini tapın. AC ümumiyyətcə həcm düz durur 3'də 1. S oturacaq. Diagonalı 4/3'dür. Kvadratın da sahəsi d kvadratı bölü 2 olduğu üçün 4/3'ün kvadratı 16 vur 3 bölü 2. Bundan bu gedər 8, 24, 24. Vur hündürlük. Bizə hündürlük lazımdır. Bura 4'dür. Diagonalı 4/3 veribsə, bura 2/3'dür. Onda Pifagora görə bunu tapa bilərik. 4'ün kvadratından 2/3'ün kvadratını çıxmağına. 16'dan da 12'ni çıxsam 4 olar. 4'dən də kök 2 çıxar. Hündürlüyü də 2'dir. Bundan bir qısa gəlsə 8, 8'in də 2'yə hasili verər bizə 16. Doğru cavab 16. 55. Deməli, trapesiyada bucaq A-nı verib, bucaq D-ni verib, BS 4'dür, bura 4'dür, CD 7'dir, CD, bura 7 verib bizə. Bizdən soruşur ki, AD oturacağın uzunluğunu tapın, AD-ni tapın. Bu bucaq 50'dir, bizə verib, bura 80'dir. Biz burada, bura 4. Bu hissəyə, bəli, burada şəkildəki kimi belə bir paralel çəkmək mümkündür ki, bu paraleli, bu hissəyə paralel çəksəm, onda bu bucaq olar 100. Bu bir parallelogram alınır. Bura 4 ise burası da 4'dür. Və bu 100 ise burası 80 olar. Buranın şərtdə 50 veribsə, bu bucaqda bəli 50 olacaq. Və bu bir bərabər yanlı 3 bucaq olacaq. Çünki bu 50'nin baxdığı bu tərəf, bu 50'nin baxdığı bu tərəfə bərabərdir. Burada 7 olar. Və ümumi AD 7 ilə 4'ün cəmi 11 olur. Bu qədər. Hər kəsə uğurlar. Sağ olun.